və alihi və sahbihi əcmaîn. Dinin də qardaşlıq barədə buyurduğu bəzi şeylər var. Məsələn, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, bir müsəlman özünə istədiyini qardaşına istəmədikdə iman gətirmiş, kamil iman gətirmiş sayılmaz. Yəni alimlər buyurur ki, özünə istədiyi qardaşına necə istəyirsən, yəni ki, dünyada nə istəyirsənsə özün üçün, həmin evdən, həmin ailədən, həmin minikdən qardaşını da ondan istəyirsən. Və həmçinin də şəriət bizə buyurub ki, qardaşımızın izzini qoruyaq. Xüsusən də müsəlman qardaşımızın. Biri var insanın öz doğma qardaşı, ola bilər o insanın müsəlman deyil. Amma müsəlman qardaşının izzini qorumağı şəriət bizə buyurub. Və onun ayıblarını örtməyə əmr edib. Və onun ayıblarını yaymamağa əmr edib. Və Şeyx Hüseymin rahimehullah bu barədə danışır və deyir ki, qardaşın eyiblərini örtməyi üç cürdür. Çünki hədisi gətirir, 40 hədis gətirir ki, İmam Nəvəvi 40 hədis kitabında hədis gətirir ki, mən sətara muslimən sətərallahu ləh. Kim bir müsəlmanı eybini örtərsə, Allah da onun eyblərini örtər. Başqa bir hədisdə mən sətara əxihi sətərallahu fid-dunya vəl-axirə. Kim bir qardaşının eybini örtərsə, dünyada Allah Subhanahu onun dünyada və axirətdə eyblərini örtər. Peyğəmbər sallallahu əleyhi və səlləm bunu deməklə ki, "Və mən sətara muslimən sətərallahu fid-dunya vəl-axirə" müsəlmanın eyblərini örtməyə həvəsləndirir. Çünki hər birimizin eybi var. Necə sələflər deyir ki, ya Rab, sən deyir mənə elə bir nemət vermisən ki, İslamdan sonra mən deyir ona nə qədər şükür eləsəm də azdır. O da nə deyir, mənim eyblərimi örtməyin. Çünki deyir mənim qardaşlarım mənim eyblərimi bilsəydilər, baxmayaraq ki, o deyən ümmətin böyük alimidir. Mənə istəyir salam verməzdilər. Yəni Allah Subhanahu açardı, tökərdi. Yəni Allahın nemətidir bizim üçün günahlarımızı örtüb bir-birimizi görmürük. Günahlarımızı. Və Şeyx İbn Hüseymin bu hədisi zikr eləyəndə deyir ki, "Velakin dallat nusus ala anna hada muqayyid." Yəni bir qardaşın eybini örtməkdə burada bir qeyd var. Yəni mütləq olaraq eyblər örtülmür. Yəni mütləq olaraq sən deyəməzsən ki, hə nə eybi varsa örtməlisən qardaşım. Yox. Burada deyir bir qeyd var. İzə kana sətru xeyran. Əgər deyir o eybi örtmək onun üçün xeyirdirsə və ya ümumi orada xeyir varsa örtürsən. Və sitru əqsam sələsə. Və deyir qardaşın eyblərini örtməkdə 3 qismdir. Birincisi ən yakuna xeyran. Orada xeyir olmalıdır. Sən onun eybini örtürsən, orada xeyir var. İkincisi ən yakuna şərran. Sən o eybi örtsən, digər müsəlmanlar üçün şərr ola bilər. Üçüncüsü isə la yudri ən yakuna xeyran am şərran. Üçüncüsü isə bilmirsən. Orada xeyir var yoxsa şər var. İndi bunlara şeyx bir misallar çəkir. Deyir məsələn, ra'ayta raculan sahibi xuluq və din və hiyyə. Məsələn, bir kişi görmüsən, böyük bir əxlaq sahibidir və onda dinin təzahürü var. O dini daha yaxşı yaşayır. Ey sahibu səm'atu və husna. Deyir o onda doğru yol tutmaq var və gözəl əxlaq var onda. Fəra'aytahu fi xata. Və deyir onda bir də xəta görmüsən. Və deyir ki, və ta'lam ənə hədər racul qad ətə əl-xata qadaan və qadaan. Deyir bir ki, o kişi də xəta gördüyündə bu deyir Allahın təqdiri ilə gəlir. Allahın qəza və qədəri ilə olan bir xəta idi o eləyib. Və o ondan bilmədiyi halda eləyib. Yəni ən birinci zənnin sənin onun haqqında olsun. Əgər bu insan xüsusən də müsəlmanları öndə gedənidirsə, xüsusən də onda heç bir naqislik görsənməyibsən deyənə qədər, böyük bir əxlaq sahibidir və dini daha yaxşı tutur başqalarından, dinə bağlı adamdır. Birinci sənin zənnin olsun ki, o ondan peşman olub bu xətanı eləyən olsun. Fəməsəlu hədə sitruhu məhmud və sitruhu xayr. Və deyir, bu cür insanın eybini örtməyi təriflənəndir və bunda xeyir var. Ki, yaxşıdır ki, onun eybini örtəsin. İkincisi isə izə kənə sətəru şərran. İkincisi, əgər deyir, elə bir insandır ki, onun eybini örtsən, orada şərr olacaq. Kərracül vəcəddəhu aləl-ma'si. Məsələn, bir kişi asili üzərində görmüsən. O asili eləyir. Əv alə udvan aləl-nəsi və izə sətərahu ləm yezdəd illə şərran və tuğyanan. Və yaxud da görmüsən ki, insanlara qarşı düşmənçilik edir. Və deyir, sən onun eybini örtdükdə onun yalnız şərri və tuğyanı artacaq. Sən bunu bilirsən. Fəhuna sətərahu məzmun. Və deyir, bu yerdə həmin o adamın eybini örtməyi məzəmmət olur. Onun eybini örtmək olmaz. Və yecibu ən yəkşifə əmrahu limən yaqumu bitəəddubihi. Amma burada bir şərtlə. Onun eybini açırsan, özdə vacibdir. Şeyx deyir, onun eybini açmaq vacibdir. Amma o şəxsin yanında ki, o onu tərbiyələndirəcək. O şəxsə müraciət edirsən ki, bu adam belə edir. İnkənət zəvcətu fətərfa ilə zəvcə. Məsələn, bir kişinin qadınıdırsa, onu ərinə deyirsən. Ki, başqa yerdə yaymırsan. Və inkənə vələdən fəyərfa ilə əbihi. Də hamı bildiyi kimi, əgər uşaqdırsa, atasına deyirsən. Və inkənə müdərrisən yərfa iləl müdir. Əgər müəllimdirsə, müdirə deyirsən. Əl-mədrəsətu və həlum məcar. Və deyir, mədrəsədə də yenə müəllimdirsə, onun müdirinə deyirsən. Yəni, hər bir kəsin kiməsə qulaq asdığı bir adam var. O zaman ona gelib deyirsən onun eyiblərini ki, bəs bu adamda belə-belə eyib var, onu ədəbləndirəcək və bunda dəqiq bilirsən. Və bu cür adamın da eybini gizlətmək məzəmmət olur. Əksinə onun eybini açmaq vacibdir.
Amma bu şərtlərlə. Üçüncüsü isə əllə ta'lem həl satarahu xayrun əv kəşfuhu hu xayr. Bilmirsən, məsələn bir adamı tanımırsan ki, o insan dinə daha çox bağlıdır, gözəl əxlaqlıdır, yoxsa yox. Bilmirsən onun eybini açmaqda xeyir var, yoxsa yox. Çətinlik çəkirsən bunu. Fəl əsr ənə sitra xayr. Şeyx deyir ki, qayıdırsan əslə, hədisə. Ki, əsl odur ki, xeyir var burada. Onun eybini örtməkdə. Və lihədə yədkuru fil əsər liənnə əxta fil affi əhəbbə iləyyə min ən əxta fil uqubə. Fəalə hədəl qavl izə tərəddədət əhl-i satır xayrun əm bəyanu əmruhu xayrun fəs-sətəru əvlə. Yəni, deyir, şeyx deyir ki, necə əsərdə gəlib, məsələn, bir nəfəri bağışlamaq bir xətasında Allah Subhanahu deyib ki, mənə daha xeyirlidir. Mənə daha sevimlidir ki, qulum kimsə bağışlasın. Və deyir, bu sözün üzərində də Şeyx Müseymin deyir, qayda götürmək olar ki, əgər deyir, onun eybini örtməyin və açmağın xeyir və şər olmağını bilmirsənsə, əslə qayıdırsan və onun eybini örtmək daha yaxşıdır. Və lakin fi hədəl həl təttəbi'u əmrəhu lə yəhtemilhu liənnə rubbəmə yətəbəyyənə bə'də zəlikə ənə hədəl rəcul leysə əhlən lissata. Amma deyir, yenə hər bir halda onda baş verən, belə deyək, əlamətlərə baxırsan. Ki, ola bilər, sənin hində onun eybini örtməyin gələcəkdə xeyir olmaz. Yenə də o əlamətlər əgər onda davam eləyərsə, hansı tərəfə, şər tərəfə davam eləyərsə, artıq sən o eybini açmağın vacibdir. Yox, əgər xeyir tərəfə davam eləyərsə, onu örtməyin daha vacibdir. Necə Peyğəmbər s.ə.v buyurur, yenə hədisi təkrarlayıram ki, kim bir möminin, müsəlmanın eyblərini örtərsə, Allah Subhanahu onu dünya və axirətdə örtər. Çünki dünyada ola bilər Allah Subhanahu bizim üçün gizlədib. Necə Şeyx Müseymin deyir ki, rahimehullah, başqa bir kitabda ki, gör Allah Subhanahu sənin üçün necə gizlədib. Sənin içində deyir, elə bir üfunət iyləri var ki, halbuki deyir, ondan da yüngülü deyir, sənin əlvə qonsa, məsələn deyir, ağzayana qonsa, onu öldürsən, qanından belə sən onu iyrənirsən. Amma sənin içində ondan da deyir, üfunət iyi var. Hətta deyir, o açılanda belə, baxmayaraq ki, şəriətlə sənə eyib deyil, özündən asılı deyil məsələn. O səndə açılsa, sənə eyib sayılmır. Amma sən ondan daha çox utanırsan, nəinki günahların açılmır. Ona görə Şeyx Müseymin deyir ki, biz ona görə ayaq yolundan çıxanda qufranəkə deyirik ki, çünki hər ibadətlərin bir məqsədi var. Elləri var ki, bilinmir mənalar. Alimlər buna bəziləri şərh verib ki, yəni zikri dayandırdım, ya Rabbi, çıxanda ona görə səndən istiğfar edirəm. Amma Şeyx Müseymin deyir ki, yox, ona görə yox. Biz ona görə qufranəkə deyirik ki, ayaq yolundan çıxanda, ya Rabbi, mənim bu mənəvi halımı belə gizlədmirsən. Qoymursan kimsə görsün və mən bunu gizlin bir yerdə eləyirəm. Hətta ora girəndə zikirlər eləyirəm, cinlər belə görmür. Sən mənim ondan da əlavə betər günahlarımı da gizlətmirsən. Ona görə oradan çıxanda qufranəkə deyirik. Ona görə daima Allaha istiğfar etmək lazımdır və müsəlman da özü ilə məşğul olmalıdır. Özü ilə məşğul olmalıdır və Allahdan daima istəməlidir ki, Allah Subhanahu günahlarını örtsün. Vallahi ki, heç kim istəməz ki, günahlar açılsın, eyblər açılsın və heç kəsin qabağında eybinin olmasını istəməz. Ona görə əsas yolu da odur ki, qardaşının eyblərini ört, Allah Subhanahu səni dünya və axirətdə örtəcək. Ola bilər bu dünyada örtüb, Allah Subhanahu orada səni açacaq. Allah qorusun. Necə deyir, dağlar boyda savabları ilə gələn insanlar olacaq, amma heç bir şeysiz gedəcək üzü cəhənnəmə. Niyə görə? Çünki birini söyüb, birini təhqir edib, birinin eyblərini açıb, birinin irzini söyüb və bütün savablarını verəcək onlara. Hətta o qədər verəcək ki, savabları belə çatmayacaq. Baxmayaraq dağlar boyda. Artıq o birisinin kimlərin haqqına girib onların günahları yüklenəcək ona və üzü üstə cəhənnəmə atılacaq. Allah qorusun. Allah bizi sabit eləsin və bizim eyblərimizi dünya və axirətdə örtsün. Subhanəkə və bihamdikə əşhədu an la ilahə illə entə